43 nömrəli məktəbənin yaxınlığındakı şəhidlər bulağındayıq. Bu şəhidlər bulağında şəhid Abdulov Hüseyin Etibar oğlunun əziz xatirəsinə ucalmış bulaq kompleksi yaradılmışdır. Bu bulaq kompleksində bizim şəhidlərin Allah rəhmət eləsin hər birinə o şəkilləri asılmışdır. Onların bu şəhidlərdən şəhid Rızayev Əhməd oğlu, şəhid Qurbanov Emil Səftər oğlu, şəhid Abdullayev Rafail Eynullah oğlu, şəhid Hüseyin Etibar oğlu Abdullayev, şəhid Mütəllimov Qəzənfər Ədalət oğlu, şəhid Rızayev Adil Akif oğlu, şəhid Qasımov Xospolad Fikrət oğlu, şəhid Rəcəbov Ruslan Rəcəboğlu, şəhid Allahverdiyev Kənan Məkan oğlu.